Salam, əziz kanalımın izləyiciləri, hər birinizi salamlayıram. Mən Leyla Cahangirova. Qeyd etdiyim kimi, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə kanalımda mütəmadi olaraq imtahana düşə biləcək situasiya tipli sualların izahını verməyə çalışacağam. Əlbəttə ki, əgər bu izahlar sizə faydalı verəcəksə, əgər belə düşünürsünüzsə və davamlı izahın olmasını istəyirsinizsə, kanalıma abunə olun və WhatsApp qruplarınızda linki paylaşın ki, daha çox müəllim faydalansın və bu da bizə bir motivasiya olsun. Burada sual nömrələr qeyd olunub. Bu nömrələr vasitəsilə isə siz bizim canlı təlimlərimizə qatıla bilərsiniz və əlaqə yaratmaqla mövzuların hər birini mükəmməl şəkildə öyrənə bilərsiniz və sözsüz ki, inşallah ki, imtahanda gözəl nəticələrlə bizi də sevindirə bilərsiniz. Keçid alaq suallarımıza. Birinci sualımız belədir. Təhsil verən vəzifəsinə aid olmadığı halda, işlədiyi digər təhsil müəssisəsinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan çəkinməlidir. Bax, deyilən bu fikir hansı etik davranış prinsipinə aiddir? Qeyd etmək istəyirəm ki, etik davranış prinsiplə bağlı 1914-cü ilin kollegiya qərarı 15 may 2014-cü ildə ləğv olundu və yeni bir qərar verildi. Bu qərarda isə iki müddəa adını dəyişildi, məzmun etibarilə eyni qaldı. Yəni, əvvəlki müddəa, birinci müddəa qanunun aliliyi adlandırdığı halda, indi qanunçuluq adlanır. Bunun da mənası elə məzmunu dəyişməyib, yəni təhsil verənlər əmək funksiyasının icrası zamanı nə etməlidirlər? Respublikanın konstitusiyasına, qanunlarına və ümumiyyətlə bütün beynəlxalq müqavilələrə, normativ hüquqi sənədlərə, aktlara, bütün bunların tələblərinə əməl etməlidir. Burada adından bəlli olur ki, qanunlar, hüquq normativ sənəd gördük. Bilin ki, bu qanunçuluq prinsipinə aid olacaq. Bizim birinci sualımızda isə deyir ki, təhsil verən ictimai mülahizələrdən çəkinməlidir. Bu da göründüyü kimi qanunçuluq, yəni bura aid deyil, yəni bunu pozuruq. Sonra ictimai etimada gəldikdə isə bu prinsipi yadımıza salsaq, deyərik ki, yəni ictimai etimad nədir? Sözsüz ki, təhsil verən öz müəssisəsinin nüfuzunun möhkəmləndirməlidir, öz adını, şərəf ləyaqətini uca tutmalıdır. Sonra etik davranış qaydalarının pozulmasını, aradan qaldırılmasını və ictimaiyyətdə özünün etimadının bərpası üçün tədbirlər görməlidir. Burada da belə bir sual yoxdur, sualımızda belə bir şey yoxdur. Deməli, bu ictimai etimada da aid deyil. Gəldik mədəni davranışa baxsaq isə, sözsüz ki, burada belə deyək də, adı üstündədir. Yəni, təhsil verən, təhsil prosesinin iştirakçıları ilə, istir iştirakçılarına, istir öz həmkarları ilə nəzakətli, təmkinli olmalıdır. Ondan sonra iradları qəbul eləməyi bacarmalıdır, tənqidi fikirlərə hörmətlə yanaşmalıdır, onlardan nəticə çıxarmağı bacarmalıdır, öz xarici geyiminə, görünüşünə, saçına, ümumiyyətlə bütün xarici görünüşünə diqqət yetirməli və işlədiyi müəssisənin daxili intizam qaydalarına riayət etməlidir. Bu da mədəni davranışa aid olan bir fikir burada yoxdur. Deməli, cavabımız nə olacaq? Layallıq. Layallıq da nə olacaq? Yəni, müəllim orada işlədiyi bağçamı, müəssisəmi, məktəbmi, bütün onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar
ictimai tənqidi mülahizələrdən çəkinməlidir. Keçdik ikinci sualımıza. İkinci sualda nə deyilir? Verilmiş fikirlərdən hansı effektiv rəyə aiddir? Biz keçən dəfə effektiv rəylə bağlı bəzi fikirləri söyləmişdim mən və demişdim ki, effektiv rəy hər hansı bir işin fəaliyyətin, nəticələrinin yaxşılaşdırılması məqsədi ilə yerinə yetirilən bir informasiyadır. Və əsasən qeyd edirəm ki, konstruktiv və destruktiv olur. Amma bir digər növləri də var. Onları isə biz sözsüz ki, öz dərslərimizdə daha ətraflı izah edirik. Sadəcə olaraq sadalaya bilərəm ki, korrekt edici rəy olur, təsviri rəy və yaxud əks əlaqə də deyə bilərik, motive edici, emosiyalara yönəli rəy və s. Və burada göründüyü kimi bu fikirlərə nəzər yetirsək, gəlin yadımıza salaq, rəy necə olmalıdır? Sözsüz ki, demişdim ki, rəy spesifik olmalıdır, gələcəyə yönəlik olmalıdır, vaxtında verilməlidir, uşağın özünə, şəxsinə deyil, onun fəaliyyətinə yönəlik olmalıdır və s. Gəlin indi suallarımızı araşdıraq. Müəllim deyir ki, keçən məşğələyə gəlməmişdin, ona görə də geri qalırsan. Burada bəzi hərf səhvləri gedir. Yəni, bu keçmişə yönəlik rəydir. Bizə dedi ki, rəy necə olmalıdır? Gələcəyə yönəlmiş olmalıdır. Deməli, bu doğru deyil. İkincisi, müəllim deyir ki, afərin, çəkdiyin şəkili bəyəndim. Amma onunla bağlı fikrini ifadə etməkdə çətinlik çəkirsən. Bax, belə olmaz. Bax, görürsünüz, müəllim yenə uşağı neynədi? Çətinliklərini dedi və tənqid elədi ki, belə olmaz. Amma biz demişdik ki, rəy nə olmalıdır? Gələcəyə yönəlik olmalıdır. Səhvləri göstərsə də, o səhvin aradan qaldırma yollarını da uşağa izah eləməlidir. D variantına baxsaq görürük ki, deyir ki, testləri normal həll eləmisən. Afərin. Bu da nə oldu? Yəqin ki, burada emosiyalara yönəlmiş rəydir. Afərin, yaxşı, gözəl, səndən olmaz belə fikirlər, bu emosiyalara yönəlmiş rəydir. Bunu da götürmürük. C variantına baxaq. Deməli, rollu oyunda çox yaxşı iştirak elədin, rollarını yaxşı ifa etdin. Sadəcə danışığında çox tələsirdin. Görürsünüz, müəllim bunun bir balaca nöqsanını qeyd eləyir. Və bunun da nöqsanın səbəbini də izah eləyir ki, bu da sənin nitqinin aydınlığına təsir göstərir. Çalış gələn dəfə bu məsələyə diqqətli olasan. Görürsünüz, müəllim nöqsanında dedi və onun aradan qaldırması üçün uşağa bir təklif də irəli sürdü. Əlbəttə ki, bu konstruktiv rəydir. Cavabımız C variantı olur. Növbəti sualımız. Burada növbəti sualımız yenə də nəyə həsr olunub? Məntiqi təfəkkürə aiddir. Ümumiyyətlə, təfəkkür mövzusu çox geniş mövzudur. Mütləqdir ki, suallarımızdan biri təfəkkürə aid olacaq imtahanda. Ona görə də təfəkkür mövzusunu yaxşı mənimsəməliyik. Və burada da keçən dəfə sizə izah eləmişdim. Gəlin sualı əvvəl nəzər yetirək. Deyir ki, uşaq uçan təyyarə ilə göydə süzən quşların oxşar cəhətlərini müəyyənləşdirdiyi zaman hansı düşünmə formasından istifadə edir? Burada variantlar: ardıcıl düşünmə, sistemli düşünmə, qeyri-verbal düşünmə və analoji düşünmə. Ardıcıl düşünmə, burada ardıcıllıq yoxdur. Sistemli tamam başqadır. Burada analoji düşünmədir. Nə üçün? Çünki analogiya mən keçən dəfə izah eləmişdim. Verilən iki fikir, iki ideya arasında oxşarlığı, yəni bənzərliyi tapa bilməkdir. Məsələn, uşaq cırcıramaya baxır, helikopter, yəni vertolyot deyirlər də, ona bənzədir. Ona görə də cavabımız nə olacaq? D variantı, analoji düşünmə olacaq. Sonuncu sualımız yenə qrupun effektiv idarə olunmasına aiddir. Və burada ayırmalıyıq Venn diaqramına uyğun. Yəni reaktiv müəllim və
proaktiv müəllimə aid olan fikirləri ayırmalıyıq. Baxaq görək, bax burada bir qeyd eləyim, bir. Birə nə aiddir? Yəni reaktivə nə hansı fikirlər aiddir? Qrupda səs-küy olduğuna görə müəllim uşaqlara hədə-qorxu gəlir. Əlbəttə ki, müəllim bu reaktiv müəllimdir. Deməli, A yazırıq birə. Sonra ikini də qeyd eləyək. Qayda, prosedur, qabaqlayıcı tədbirləri hamısı var. Biz nə demişdik? Qrupun idarə edilməsinə aid olan, daha doğrusu proaktiv müəllim hansı müəllim idi? Yəni bu bir də peşəkar müəllim də demək olar. Qaydası da var, proseduru da var və qabaqlayıcı tədbiri də varsa, əlbəttə ki, bura B yazacağıq. Sonra anındaca dərhal qayda tərtib etməyə çalışır. Görür, yoxlama gəlir, tez əl-ayağa düşür. Əlbəttə ki, bu reaktiv müəllimdir. C-ni bura yazırıq. Daha plansız şəkildə qrupu idarə edir, diktə cəzalarından istifadə edir. Yenə də hayküylü, yəni qeyri-mütəşəkkil müəllimdir. Burada nə yazırıq? A-ya da D yazırıq. Bax, D burada aid oldu. Gəldik sonuncu variant Y-yə. Problemin səmərəli həlli yollarını bilir. Əlbəttə ki, bu praktik müəllim. Burada Y yazır. İndi baxaq. Birdə A, C, D, 2-də B, Y. Hansı variantdır? Variantlarımıza baxaq. Birdə A, C, D, Y yoxdur. Burada səhv gedib. Səhvdir. Yəni A, C, D, 2-də B, Y. Deməli, A variantımız doğru oldu. Suallarımız bu günə bu qədər. Düşünürəm ki, siz inşallah ki, kanalımıza abunə olarsınız və sizin rəyləriniz bizim üçün önəmlidir. Rəylərinizi yazın, istədiyiniz mövzuları orada qeyd eləyin. Sağ olun, gələn izahlarımızda görüşənədək.